Bismillah, elhamdülillah və salatu və selamu ala Rasulillah. Bugün İbnül Qayyimin Dərd və Dəva kitabından qaldığımız yerdən 9-cu fəslin ikinci qismini inşallah bugün oxumağa davam edirik. Müəllif deyir. Yenə Müslimin səhihində keçir ki, Əbu Hüreyrə Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə buyurduğunu eşitmişdir. Qiyamət günü hökmü veriləcək ilk kəslər bu üç nəfərdir. Şəhid kişi, o gətirilər. Allah ona öz neymətlərini sadalayar, o da təsdiq edər. Sonra ondan soruşular, orada nə etdin? Cavab verər, sənin uğrunda vuruşdum və öldürüldüm. Allah deyər, yalan deyirsən. Sən vuruşdun ki, sənə hünərli desinlər. Deyildi də. Sonra əmr olunar və o, üzü üstə sürüklənərək cəhənnəmə atılar. Həmçinin elm öyrənib öyrədən və Quran oxuyan adam gətirilər. Ona öz neymətlərini sadalayar, o da təsdiq edər. Allah subhanahu wa ta'ala soruşar. Orada nə etdin? Cavab verərək deyər. Sənin üçün elm öyrəndim, öyrətdim və sənin üçün Quran oxudum. Allah deyər, yalan deyirsən. Sən elm öyrətdin ki, sənə alim desinlər. Quran oxudun ki, sənə qari desinlər. Deyildi də. Sonra əmr olunar və o da üzü üstə sürüklənərək cəhənnəmə atılar. Biri də Allahın bol ruzi verdiyi kimsədir ki, malını başqalarına xərcləyərdi. O da gətirilər. Allah ona öz neymətlərini sadalayar, o da təsdiq edər. Sonra ondan soruşular, orada nə etdin? Belə cavab verər. Sənin üçün bütün xeyir işlərə malımdan xərclədim. Allah deyər, yalan deyirsən. Onu etdin ki, sənə səxavətli desinlər. Deyildi də. Sonra o da üzü üstə sürüklənib cəhənnəmə atılar. Başqa bir rəvayətdə əlavə olaraq bu cümlə qeyd olunmuşdur. Bunlar Allahın ilk bəndələridir ki, qiyamət günü cəhənnəm onlarla alovlanacaqdır. Şeyxülislam İbn Teymiyyə belə dediyini eşitmişəm. İnsanların ən xeyirləri peyğəmbərlər olduğu kimi, ən şərliləri də onlara bənzəmək istəyən yalancı peyğəmbərlər. Peyğəmbər olduğunu iddia edənlərdir. İnsanlardan sonra insanların ən xeyirləri müxlis alimlər, şəhidlər və sədəqə verənlərdir. Ən şərliləri isə onlara bənzəmək istəyən, onlardan olduqlarını haqsız yerə iddia edənlərdir. Və bu hədisin açıqlamasında böyük alimlərdən biri də belə bir gözəl məqamı bildirir. Deyir ki, bu üç mərhələ, bu üç daha doğrusu zümrə Allah subhanahu wa ta'ala nəzdində ən yüksək zümrədir. Burada İbn Teymiyyanın dediyi kimi peyğəmbərlərdən sonra insanların ən xeyirli olan bu nədir? Bu üç zümrədir. Və deyir, əgər bir insan Allah subhanahu wa ta'ala ona bu üç zümrədən biri olmağı müvəffəq edibsə və sonra o insan o niyyətinə başqa bir şey qarışdırırsa, Allah rızası xaricində başqa bir şey qarışdırırsa, artıq ona görə Allah subhanahu wa ta'ala ona verdiyi müvəffəqiyyətə sanki xəyanət etmiş kimi olur və ona görə də onun cəzası bu cür ən şərli cəza ilə Allah subhanahu ta'ala cəzalandırır. Allah subhanahu ta'ala bizi mühafizə eləsin. Buxarın səhihində Əbu Hüreyrə Peyğəmbərin sallallahu aleyhi və səlləm belə buyurduğunu rəvayət etmişdir. Kim bir qardaşının malına və ya namusuna qarşı haqsızlıq işlətmişsə, canı alınmazdan əvvəl haqqını ödəsin və ondan halallıq alsın. Dinarı və ya dirhəmi yoxdursa, var olan savablarından çıxılar və o birinə verilər. Əgər savabı yoxdursa, o birinin günahından çıxılar və onun üstünə yazılar, sonra da cəhənnəmə atılar. Səhihdə qeyd olunur ki, Əbu Hüreyrə Peyğəmbərin sallallahu aleyhi və səlləm belə buyurduğunu rəvayət etmişdir. Kim başqasının bir qarış torpağını haqsız yerə alarsa, qiyamət günü 7 qat yerə soxulacaq. İki Səhih kitabında Əbu Hüreyrə rəvayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Adəm övladının yandırdığı sizin bu odunuz cəhənnəm odunun 70də bir hissəsidir. Yəni bu dünyada bizim istifadə etdiyimiz alov cəhənnəm odunun sadəcə 70də bir hissəsidir. Yəni cəhənnəmdə 70 qat, 70 dəfə daha hərarətli olacaq. Allah subhanahu ta'ala bütün müsəlmanları mühafizə eləsin. Orada olanlar Allaha and olsun ki, bu da kifayətdir dedilər. Yəni bu dünyadakı. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi, bundan başqa odun 69 hissəsi qalır ki, onların da hər biri bunun hərarətindədirlər. Yəni daha da izah verdi. Müsnəddə keçən hədisdə Muaz belə nəql edir. Rasulullah sallallahu aleyhi və səlləm mənə belə bir tövsiyə etdi. Öldürülsən də, yandırılsan da Allaha heç bir şeyi şərik qoşma. Sənə ailəndən və malından üz döndərməyə əmr etsələr belə, valideynlərinin itaətindən çıxma.
Heç bir fərz namazı qəsdən buraxma. Kim fərz bir namazı qəsdən buraxarsa, Allahın himayəsi ondan uzaq olar. İçki içmə. Həqiqətən o bütün çirkinliklərin başıdır. Günah işlətməkdən də çəkin. Həqiqətən günah Allahın qəzəbinə səbəb olur. Bu mövzuda olan hədislər olduqca çoxdur. Özünə xeyir istəyən kəs bunları görməzlikdən gəlməsin. Özünü Allah barəsində yaxşı zəndə olmaqla və boş-boş ümidlərlə aldadaraq günah uçurumundan atmasın. Əbul-Vəfa İbn Aqil demişdir: Özünü qoru və aldanma. 3 dirhəmə görə əl kəsilir. İynə ucu qədər içki haramdır. Pişiyə görə qadın cəhənnəmə girir. Şəhid ölsə də odda şöylənənir. Yəni burada İbn Aqilin demək istədiyi heç bir şeyi kiçik görməməkdir, heç bir günahı kiçik görməməkdir. Çünki Allah Subhanahu wa Ta'ala hesabı çox sürətli, çox dəqiqdir. Ona görə də müsəlmanlar da bu barədə nə etməlidir, ehtiyatlı olmalıdır. İmam Əhməd radiyallahu anh deyir: Bizə Əbu Muaviyə, ona da Əməş danışıb ki, Süleyman ibn Meysərə, Tariq ibn Şihabın Peyğəmbərdən sallallahu aleyhi və səlləmdən belə nəql etdiyini bildirib. Bir milçək üstə cənnətə, digəri cəhənnəmə düşdü. Soruşdular: Ey Allahın Rəsulu, bu necə olur? Dedi: 2 nəfər bütü olan bir qövmün yanından keçirlər. Heç kim o bütə bir şeyi qurban etmədən keçə bilməzdi. Onlar bu 2 nəfərdən birinə dedilər: Ona bir şey qurban ver. Kişi dedi: Axı mənim heç nəyim yoxdur. Dedilər: Bir milçək belə olsa onu qurban elə. Kişi bir milçəyi bütə qurban elədi. Onu sərbəst buraxdılar. Ancaq o, bu əməlinə görə cəhənnəmə düşdü. Sonra digərindən bütlərinə bir şey qurban etməsini istədilər. Lakin o, mən izzət və cəlal sahibi Allahdan başqa heç kəsə heç nəyi qurban etmirəm deyərək istəklərini rədd etdi. Onun boynunu vurub öldürdülər. Lakin o, bu əməlinə görə cənnətə düşdü. İnsan bir kəlmə ilə məşriqlə məğrib arasındakı məsafə qədər cəhənnəmin dərinliyinə düşür. Bəlkə də bəzi hazıra nazir olanlar, Allah Taala'nın dünyada onlarla bəxş etdiyi nemətləri və onların dəyişilmədən qaldığını görüb, bunun Allahın onlara sevgisindən ötürü olduğunu zənn edir və axirətdə ondan da yaxşı nemətlərə qovuşacaqlarını xəyal edirlər. Bu onların puç xülyalardır. Yəni Allah Taala bu gün dünyada onlara nemət verib və bu nemət də istiqrarlı bir şəkildə davam edir onların üzərinə və bu onlara o zənni verir ki, yəqin ki, artıq biz bu nemət bu dünyada bizə verilibsə, axirətdə də buna bənzər və ya bundan yaxşı nemətlərə qovuşacağıq və müəllif bildirir ki, bu onların puç xülyalarıdır. İmam Əhməd radiyallahu anh deyir: Bizə Yəhya ibn Geylan, ona isə Rişdin ibn Səd, Hirmilə ibn İmran, Ət-Tüceybi vasitəsilə Uqba ibn Müslimdən, o da Uqba ibn Amirdən Peyğəmbərin sallallahu aleyhi və səlləm belə buyruğunu rəvayət etmişdir. Əgər izzət və cəlal sahibi Allahın öz quluna, günahlarına baxmayaraq gözəl şeylər bəxş etdiyini görsən, bil ki, bu müvəqqəti və fanidir. Sonra da bu ayəni oxudu. Eşidilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin, yəni bütün nemətlərin qapılarını onların üzünə açdıq. Kafirlər özlərinə verilən nemətlərə sevindikləri vaxt onları qəflətən yaxaladıq və onlar hər şeydən məhrum oldular. Ənam surəsi 44-cü ayəni Rasulullah sallallahu aleyhi və səlləm nə edir? Bu cür izah edir ki, yəni Allah Taala ayədə bildirir, deyir ki, biz onlara xəbərdarlıqları unutduqları zaman hər bir şeyin qapısını açdıq. Yəni, bütün bərəkət qapılarını açdıq. O qədər varlılıq, o qədər nemət, cəlal gördülər, deyir. Və nemətlərə sevindikləri vaxtda da qəflətən onları yaxaladıq və onlar məhrum oldular. Və bunu Allah Rasulü s.ə.v har açıqlayır və deyir ki, sən bir insanı günahlarına rəğmən nemət içində görsən, bil ki, nədir? Bu müvəqqəti və fanidir. Yəni, Allah Subhanahu onu burada əzaba düçar etmək üçün verilmiş olduğu bir imtihandır. Və müəllif davam edir. Sələflərdən biri demişdir: Sən günahlara davam edə-edə Allahın sənə olan nimətini kəsməməsini gördükdə ehtiyatlı ol. Bu səni aldatmasın. Bu səni aldatmasın. Allah Taala buyurmuşdur: Əgər insanların bir tək ümmət olmaq ehtimalı təhlükəsi olmasaydı, Rəhmanı inkar edənlərin, yəni axirət əzabını daha da artırmaq məqsədi ilə evlərinin tavanlarını və çıxdıqları nərdivanları gümüşdən edərdik. Eləcə də evlərinin qapılarını və söykəndikləri taxtları və qızıl bəzəklər. Həqiqətən bütün bunlar fani dünya malıdır. Axirət isə sənin Rəbbinin yanında ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlər üçündür. Zuhruf 33-35-də. Allah-u Teala bu düşüncədə olan kəslərə cavab olaraq buyurur:
insana gəldikdə nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o Rəbbim mənə ehtiram göstərdi deyər. Amma nə zaman Rəbbin onu imtahana çəkib ruzisini əksilsə, Rəbbim məni alçaltdı söyləyər. Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz. Fəcr surəsi 15-17-ci ayə. Yəni Allah Taala buyurur ki, mənim quluma nemət verməyim və ruzisini bol etməyim ona olan ehtiramımı bildirmir. Ha belə bir qulu imtahana çəkməyim və ruzisini azaltmağım, onu alçaltmağım anlamına da gəlmir. Əksinə biri nemətlə bəlaya düçar olar, digəri bəla ilə Allahın ehtiramını qazanar. Tirmizinin Cami əsərində rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Həqiqətən Allah dünyanı sevdiyinə də verər, sevmədiyinə də. İmanı isə ancaq sevdiyinə verər. Bəli, yuxarıdakı ayətdə Zuhruf surəsində də Rəbbimiz əslində eyni şeyi buyurdu ki, yəni kafirlərə belə Allah Taala verir, qızıldan hətta taxtlar, bərbəzəklər verir, amma axirət isə deyir, Rəbbinin yanında ancaq müttəqilər üçündür. Sələfdən biri demişdir. Ola bilsin Allahın verdiyi nemətlərlə arxayınlaşır, ancaq bunu anlamır. Ola bilsin Allah onun eyiblərinin üstünü örtür, ancaq bunu anlamır. Ola bilsin insanların ona yağdırdıqları tərifdən məst olub, ancaq bunu anlamır. Və burada alimimizin demək istədiyi çox hikmətli bir şeydir əslində və bildirir ki, insan öz halından nədir? Qafil ola bilir. Özü zənn edir ki, nemətlərə arxeyin deyil. Özü zənn edir ki, əslində diqqətlidir, hər şeyin fərqindədir, amma deyir, nədir əslində? Allahın verdiyi nemətlərə arxayınlaşır. Və bəzən günah edir, Allah Taala onun günahlarının üstünü örtür. Amma bunu anlamır. Və bəzən hətta insan olur, günahlar edir, fərqinə varmır. Və necə ki, Allah Rasulü s.ə.v səhabiyə öyrədir. Yəni, şirkdən belə, bilmədən şirk etməkdən belə Allaha sığınmaq. Allaha tez-tez bu barədə tövbə etmək, bağışlanma diləmək. Nəyə görə? Çünki insan bilərək və bilməyərəkdən çox günahlar edir. Bilərəkdən etməsi əslində onun xeyrinədir ki, tərk edib tövbə edə bilir. Amma bilməyərəkdən etməsi onun üçün bir istidrac ola bilər, Allah qorusun. Və üstünü örtür və bir gündə Allah Taala nə edir? Bir gündə artıq örtmür, onu ifşa edir insanlara. Və ona görə Allah Rəsulü s.ə.v dualarından biri də nə idi? Allahümə əstur aurati, yəni ey Rəbbim, ayıblarımı ört duası idi və bizə də bunu öyrədirdi ki, və hər birimiz bilək ki, Allah Subhanahu va Taala'ya möhtacıq bu barədə və biz dua etməliyik, Rəbbimizdən bunu daim diləməliyik. Və deyir, insanların onlara yağdırdığı tərifdən məst olub, ancaq bunu anlamır. Zənn edir ki, yox, o xoşallanmış və ya təkəbbürlənmiş birisi deyil. Amma halbuki nədir? İnsanlar onu tərif edəndə o bundan xoşallanır. 10-cu fəsil. Nəqdi üstün tutan məğrurlar. İnsanların ən böyük aldanmışı dünyaya və onun fani mövcudluğuna aldananlar, onu axirətdən üstün tutub bu cür həyatla razılaşanlardır. Hətta fani dünya bəzi insanlara dünya nağd, axirət isə nisiyədir. Nağdı qoyub, niyə nisiyənin dalınca qaçaq? Dedirtməklə gözlərini kör etmişdir. Bəli, həqiqətən biz bugün də öz cəmiyyətimizdə 3 günlük dünyadır, kef elə, oradan gələnmi var və s. Buna bənzər şübhələrlə insanları Allah yolundan azdırmağa çalışanları görə bilirik. Nəyə görə azdırmağa deyirəm? Çünki Allah Subhanahu Quran-ı Kərimdə deyir ki: "Və innellezine la yu'minuna bil-axirati anis-sirati lanakibun." Yəni axirətə inanmayanlar nə edirlər? Doğru yoldan çıxırlar. İstər-istəməz doğru yoldan çıxırlar və cəmiyyət üçün faydasız insana çevirirlər və ya zərər verən insanlara çevirirlər və yaxud da ümumi olaraq da yollarını azmış olurlar. Müəllif davam edir. Bəziləri nağd dənəcik vəd olunan incidən qiymətlidir. Yəni nağd bir zərrə bir şey vəd olunan incidən daha qiymətlidir deyirlər. Bəziləri də dünya həzləri şəksiz və dəqiq, axirət həzzi isə şübhəlidir. Dəqiq olan bir şeyi qoyub şübhəli heç nəyə yaxın getmərəm deyirlər. Bunların hamısı şeytani fikirlərdir. Vəhşi heyvanlar belə insanlardan daha düşüncəlidirlər. Heyvan ona ziyan verəcək bir şeylə üzləşdiyi vaxt ondan uzaq durar. Belələri isə uçurumda olduqlarını gördükləri halda özlərini oradan atmağa çalışırlar. Onlar Allaha, onun peyğəmbərinə, onunla qarşılaşacaqlarına və axirətə inanmaqla məyər nəsə bir şey mi itirəcəklər? Bəziləri deyir ki, nağd nisiyədən xeyirlidir. Düzdür, nağd nisiyə ilə bərabərdirsə, nağd daha xeyirlidir. Ancaq
nisyə daha çox və daha üstün bir şeydirsə, onda o daha xeyirli və məqsədə uyğundur. Axı dünya başdan ayağa yığılsa, axirətin zərrəsi ola bilməz. İmam Əhməd və Tirmizi Müstəvrid İbn Şəddaddan Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir. Dünya axirətlə müqayisədə sizdən bir nəfərin barmağını dənizə batırması qədərdən başqa bir şey deyil. Elə isə baxsın görsün ki, nə ilə qayıdır. Bu nağdı belə bir nisiyədən üstün tutmaq ən böyük ağılsızlıq və nadanlıqdır. Dünyanın varı ilə yoxunun hamısı axirətlə müqayisədə bu cürdür. Hələ insanın dünyada yaşadığı ömür axirətdə yaşanan ömürlə müqayisə edilə bilməz. Aqil kəs üçün hansı daha üstündür? Dəyərsiz, qısa və fani olan bir həyat, yoxsa firavan, əbədi və sonsuz həyat? Şəksiz və dəqiq olan bir şeyi şübhə etdiyim heç nəyə dəyişmərəm. Söyləyənlərə cavab olaraq demək istəyirəm ki, ya Allahın vəd etdiyi və Peyğəmbərlərin doğruladığı hər şeyə şübhə ilə yanaşmalı, ya da təsdiq etməlisən. Əgər inanıb təsdiq etsən, bu fani həyatda yalnız cüzi şeyləri tərk etməli olacaqsan. Axirət həyatının doğruluğu isə dəqiq və şəksizdir. Əksinə axirətə şübhə ilə yanaşmaq fikrinə düşsən, onda Allah Taala'nın varlığına, qüdrət və əzəmətinə, təcliyinə dəlalət edən əlamətlərə bax. Habelə Peyğəmbərlərinin onun barəsində anlatdıqlarını dinlə. Biraz vaxt ayıraraq Allahın yaratdıqlarına və buyurduqlarına bax. O zaman biləcəksən ki, Peyğəmbərlərin Allah barədə xəbər verdikləri haqdır. O, bu dünyanın xaliqi, göylərin və yerin Rəbbidir, nöqsansız və paçdır. Ona aid edilən çirkinliklərdən, iftiralardan və yalanlardan uzaqdır. Sağlam düşüncəyə malik olan şəxs heç vaxt deyə bilməz ki, əsl hökmdar aciz, xəbərsiz, heç nəyi bilməyən, eşitməyən, görməyən və danışmayandır. Əsla belə deyildir. Əksinə, hökmdar bunları bacarmaqla yanaşı, əmr və ya qadağan etmə, ənam və ya cəza vermə, nemət vermə və ya cəza vermə, istədiyini yüksəltmə və ya alçatma səlahiyyətinə malikdir. Onun digər ölkələrə göndərdiyi elçiləri də olur. O, öz xalqının vəziyyətindən xəbərdardır. Onları başlı başına buraxmaz, səhman yaradar. Bu sifətlərdən uzaq olmaq bəşər övladı olan hər hansı bir hökmdara yaraşmaz. Bəs onda həqiqi hökmdar olan Allaha yaraşarmı? İnsan yaradılışından bəri keçdiyi proseslərə diqqətlə baxsa, bütün həqiqəti görmüş olar. Fikirləşsə ki, bir nütfədən yaradılıbmış, sonra ona biçim verilmiş, hətta yüksək məqamlara gətirilmiş, onda ona aydın olar ki, ona həyatı boyu bu qayğını və diqqəti göstərən həyatın bütün çağlarından uğurla keçirən onu başlı başına da buraxmaz. Ona nələrisə əmr edər, nələrisə qadağan edər. Ona öz hüquqlarını tanıdar, əməllərinə görə mükafat və yaxud da cəza verər. Əgər qul layiqincə fikirləşsə, onda görə bildiyi və ya bilmədiyi hər şey onu Allahın tövfiqinə gətirib çıxarır. Peyğəmbərliyə və axirətə iman gətirməsini və Quranın Allahın kəlamı olduğuna inanmasını təmin edər. Eymanul Quran kitabında iman gətirən bu cür vəsilələrdən geniş söhbət açmışdıq. Allah-u Teala buyurur ki, and içirəm gördüklərinizə və görmədiklərinizə ki, o çox möhtərəm bir elçinin sözüdür. Həqqa surəsi 38-40. Habelə Allah Teala buyurur ki, sizin özünüzdə əlamətlər vardır. Məcər görmürsünüz, Zariyyət 21. Deməli, insanın özündə xaliqin varlığına, onun birliyinə, peyğəmbərlərinin doğruluğuna və sifətlərinin kamilliyinə dəlalət edən əlamətlər vardır. İnsanın axirətə münasibəti iki cür mümkündür. Ya tam inanıb təsdiq edəcək, ya da onun barəsində şübhədə olub yalan sayacaq. Əgər insan axirətə, cənnət və cəhənnəmin varlığına iman gətirirsə, əməllərinə diqqət yetirməsi lazımdır. Çünki insan övladının təbiəti bunu tələb edir. Necə ola bilər ki, qul səhər ağası tərəfindən ağır cəzaya məhkum olacağını bilsin, ancaq axşam rahat yata, sabah üçün təlaşa düşməyə, onun qarşısını almaq üçün hazırlıq görməyə. Allaha and olsun, bu çox bəndənin verdiyi yerində bir misaldır. Bu ikisinin bir yerdə olması çox qəribədir. Axirətə iman gətirmiş insanın ora hazırlıq üçün əməllərini sahmana salmaqda səhlənkar olmasının səbəbləri vardır. Onlardan biri elmin zəifliyi və nöqsanlı yəqinlikdir. Kim düşünsə ki, elmin azlığı ilə çoxluğu arasında fərq yoxdur, çox böyük səhv etmiş olar. Bunun belə olmadığına dair bir çox dəlillər vardır. Məsələn, Allahın dostu İbrahim Peyğəmbər Rəbbindən ölüləri necə diriltdiyini ona göstərməsini istəmişdi. Baxmayaraq ki, o, Allahın buna qadir olduğunu
bilirdi. Lakin içindəki rahatlığın artması və mücərrət bir anlayışın şahidi olması üçün bunu Allahdan istəmişdi. Əhmədin müsnədində Peyğəmbərin sallallahu əleyhi və səlləm belə buyurduğu rəvayət edilir. Xəbər göz ilə görməklə eyni deyildir. Yəni gətirilmiş xəbər gözlə görməklə eyni deyildir. Bilmə zəifliyinə mənfi şeylərlə məşğul olması səbəbilə axirəti düşünməməsi əlavə edilsə, ha belə fitrətin tələbləri, istəklərin üstünlüyü, şəhvətin istilası, nəfsin bəzəyi, şeytanın fırıldağı, vəd olunanın gec görünməsi, xülyalar, qəflət, dünya sevgisi, təxminlər, vərdişlərə audəlik və sairlər düşünsək, onda o imanı yalnız göyləri və yeri dağılmaqdan saxlaya bilər. Yəni, belə bir iman nədir? Çox çətin saxlanılır. Bu səbəblə də insanlar imanlarına görə bir-birindən fərqlənir. Ən yüksək zirvədən tutmuş qəlbdəki zərrə qədər olan imana kimi. Qeyd etdiyimiz səbəblərin olması bəsirətin və səbrin zəifliyindən irəli gəlir. Allah subhanahu wa ta'ala səbir və yəqini sahiblərini məth edərək və onları dini imamları adlandıraraq buyurmuşdur ki, səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün biz onlardan İsrail oğullarından, yəni əmrimizlə insanlara haqq yolu göstərən rəhbərlər təyin etmişdik. Səcdə surəsi 24-cü ayədə. Və buradan da qardaşlar anladığımız kimi İbn-i Qayyim rahimehullah ümumi bu fəsilləri əməllərin insana xeyir və zərər verəcəyinə gətirir, çıxardır. Və ən önəmlisi isə diqqət etsəniz burada insanın imanının elmlə və bilgi ilə və fərqindəliklə artması və bunun əksinə bilgi zəifliyi ilə və yaxud da mənfi şeylərlə məşğul olması ilə və yaxud da fitrət tələbi olaraq insanın unutqanlığı və s. ilə, şəhvətin onu istila etməsi ilə, nəfsin bərbəzəyi ilə, şeytanın da fırıldaqları ilə, üstəgəl gecikməsi ilə, Allah Taala məsələn vəd etdiyi ölümün gecikməsi ilə və yaxud da nadirən ona xəstəliklərin gəlməsi, xatırlatmaların gəlməsi bu dünyada və yaxud da xəyalları, hədəfləri, planları, fikirləşir ki, daha uzun yaşayacağam, daha vaxt var, daha dünyadan köçmək tezdir hələ, yəni və yaxud da təxminləri özü təxmin edir, cabanam, şükür Allah, sağlamam, yaşayıram hələ, vərdişlərə aludəlik, ən pislərindən birisi budur, insan gündəlik olaraq elə vərdişlərə aludə olur ki, məsələn, bu qəribə gələ bilər çox insana, amma məsələn düşünün, səhər yuxudan oyanır, yeməyini yeyir, işə gedir, işdən gəlir, biraz uşağını oynadır, çıxır, gedir, damını oynayır, çayxanada çay içir, gəlir, yatır, səhər yenə. Bu şəkildə elə bir həyatı, elə bir vərdişə düşüb ki, insan artıq Rəbbini unudubdur və ya Rəbbinə qovuşacağını unudubdur və İbn-i Qayyim nədir? Bu vəziyyətdə olan insanın imanını ancaq deyir, göyləri və yeri dağılmaqdan saxlaya bilər. Yəni, ancaq Allah subhanahu wa ta'ala saxlayar və unutmayaq ki, bizim də bu zikr məclisini təşkil etməkdə məqsədimiz daim bunun fərqində olmaq, daim zəifliyimizin təkrar etməyimizin, Allah subhanahu dini ilə bağlı bir şeyləri öyrənməyimizin, bölüşməyimizin bizim qəlbimizin ən önəmli ehtiyacı olduğunu və imanımızı saxlamaq üçün ən önəmli ehtiyac olduğunu bilək və Allah subhanahu ta'ala da həmçinin bu salih əməl vasitəsilə bizim dualarımızı qəbul etsin, günahlarımızı bağışlasın deyə buna nə etməliyik? Möhkəm sarılmalıyıq və Allah subhanahu ta'ala eşitdiyimizi, oxuduğumuzu bizim üçün faydalı etsin. Allah subhanahu ta'ala günahlarımızı bağışlasın, bunu bizdən qəbul etsin. Allah subhanahu ta'ala bütün dünyada olan, məzlum, zülm altında olan müsəlmanlara da yardım etsin. Subhanakallahumma bihamdika əşhədu an la ilaha illa ente, estəğfiruka və etûbü ileyk.